Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına dair Birləşmiş Ştatlar və Ukrayna nümayəndələri arasında növbəti görüş Almaniyanın paytaxtı Berlində baş tutdu. Bu dəfə Birləşmiş Ştatlar nümayəndə heyətinə ənənəvi olaraq Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff, eyni zamanda Amerika liderinin kürəkəni sahibkar Jared Kushner daxil idi. Ukrayna tərəfinə isə bu dəfə Ukrayna prezidenti Vladimir Zelenski başçılıq edirdi. Daha sonra nümayəndə heyətinə Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Andrey Gnatov da danışıqlarda iştirak edirdi. Ümumiyyətlə, Almaniya mediası bəzi çətinliklərlə üzləşdi ötən gecə baş verən danışıqlar zamanı. Çünki əksər media qurumları ondan şikayətlənirdilər ki, danışıqlar kifayət qədər məxfi, hətta çox məxfi keçirilmişdi. Bu səbəbdən ümumiyyətlə ötən gecə ərzində kimin kimlə və kimin nə vaxt danışıqlar aparması barədə demək olar heç bir məlumat yox idi. Butkov gəlib də, yəni Bəli, gəliblər, onlar oradadılar, danışıqlar olub, amma konkret nələr danışılıb, kim nə vaxt, saat neçədə danışıb, bu barədə konkret məlumat yox idi media qurumlarının arasında. Bu səbəbdən onlar üçün bəzi problemlər yaranmışdı. Amma ehtimallara görə ilkin dəqiqələrdə Ukrayna və Birləşmiş Ştatlar arasında keçirilən danışıqlarda ilkin dəqiqələrdə Almaniya kansleri Friedrich Merz də iştirak edib. Amma onun orada iştirakı çox qısa müddət çəkib. Salamlaşmadan sonra, qısa formal nitqdən sonra Friedrich Merz otağı tərk edib medianın məlumatına görə, iddiasına görə və daha sonra tərəflər arasında məxfi adlandırılan görüş baş tutub. Təfərrüatlar hələ ki məlum deyil, amma danışıqlardan sonra Steve Witkoff sosial şəbəkədə paylaşım etdi və bildirdi ki, 20 bəndlik sülh planı müzakirə olunub ətraflı şəkildə və iqtisadi, siyasi məsələlər, xüsusilə ərazi məsələləri müzakirə olunub və bəzi irəliləyişlər var deyə Steve Witkoff qeyd edib və məlumata görə Steve Witkoffun yazısını istinad edərək bildirirəm ki, bugün danışıqlar davam edəcək. Dekabrın 15-də səhər saatlarından etibarən yəqin ki, prosesi daha da irəliyə aparmaq üçün. Amma onu da qeyd eləmək lazımdır ki, Almaniya nəşrləri yazır ki, Birləşmiş Ştatlar hökuməti Berlin danışıqlarında uğur perspektivlərini əvvəlcədən etiraf edib və Donald Trumpın Berlinə nümayəndə heyəti göndərməsi də məhz bunun əyani sübutudur. Amma digər tərəfdən Moskva hələ ki bu danışıqlara şübhə ilə yanaşır. Ümumiyyətlə, Moskvada hesab eləyirlər ki, xüsusilə bununla bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlaması var. Onlar hesab eləyirlər ki, Avropa və Ukraynanın sülh planına verdiyi töhfənin konstruktiv olma ehtimalı azdır. Məhz bu səbəbdən Avropada hər hansı danışıqların keçirilməsinə o qədər də müsbət yanaşmırlar Kremldə. Kreml düşünür ki, Avropa birbaşa olaraq tərəfdir və Ukraynanın tərəfindədir. Yəni onların yanaşmasından biz bunu anlaya bilirik. Əgər düzgün başa düşdümsə, belə deyək, rəsmi Kremlin mövqeyini. Bəli, ümumiyyətlə son illər ərzində həm Avropanın mövqeyi belədir və artıq Kremldə də bunu çox yaxşı başa düşürlər. Bir gün öncə isə Vladimir Zelenskinin jurnalistlərə geniş şəkildə açıqlaması olmuşdu və həmin açıqlama zamanı, müsahibət zamanı Zelenski bildirmişdi ki, Birləşmiş Ştatlar Ukraynanın cavab olaraq təklif etdiyi sülh planına hələ ki cavab verməyib və ola bilsin ki, Berlin danışıqlarında məhz bu proses də ətraflı şəkildə müzakirə olunur. Zelenski onu da qeyd edib ki, Birləşmiş Ştatlar nümayəndələri ilə danışıqlardan sonra Almaniya kansleri Friedrich Merz ilə də görüş keçirəcək. Bilirsiniz, Almaniya çox böyük rol oynayır. Ümumiyyətlə, istər Avropa İttifaqı daxilində, istərsə də Ukraynaya yardım məsələsi daxilində. Bu səbəbdən böyük ehtimal ki, danışıqlardan sonra Vladimir Zelenski danışıqlarda baş verən əsas prosesləri, əsas məsələləri Friedrich Merz ilə eyni zamanda həm müzakirə eləyəcək, həm razılaşdıracaq. Çünki Friedrich Merz eyni zamanda bu danışıqlarda Avropa İttifaqını təmsil eləyir. Kompromislərdən də danışmışdı Ukraynalı jurnalistlərlə müsahibəsində Vladimir Zelenski. Onun sözlərinə görə ilkin olaraq təhlükəsizlik zəmanətləri fonunda baş verən söhbətlər zamanı, müzakirələr zamanı rəsmi Kiyev təklif eləmişdi ki, Ukraynanın NATO-ya daxil olması ilə Ukrayna Rusiyadan qorunsun
artıq NATO-ya daxil olandan sonra Zelenski hesab eləyirdi ki, Rusiya Ukraynaya yenidən hücum etməyəcək. Lakin prezidentin bildirdiyinə görə istər Birləşmiş Ştatlarda, istərsə də Avropa İttifaqında bəzi rəsmi idarələr, rəsmi şəxslər bu prosesin həyata keçirilməsinə qarşı çıxdı. Bu səbəbdən NATO-ya daxil olma yox, NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi üzərində danışıqlar başladı. NATO-nun 5-ci maddəsi isə onu ehtiva edir ki, əgər NATO daxilində olan hər hansı ölkəyə hücum olarsa, artıq bu bütün NATO ölkələrinə hücum edilmə anlamına gəlir. Bu səbəbdən Ukrayna məhz bu çərçivədə sığortalamaq istəyir və bu zəmanətlərin verilməsi indiki şəraitdə Ukraynaya sərf eləyir. Bunu Kiyev rəsmiləri də dəfələrlə etiraf eləyib. Digər tərəfdən bu 5-ci maddəyə bənzər zəmanətlərlə yanaşı Avropadakı tərəfdaşlardan, NATO üzvü olmayan Avropa tərəfdaşlarından, Kanada və Yaponiya, eyni zamanda digər tərəfdaş ölkələrdən təhlükəsizlik zəmanətləri də müzakirə olunur indiki deməli məqamda. Və Zelenskinin bildirdiyinə görə bu elə kompromisin özüdür Ukrayna tərəfindən verilən. Amma qeyd eləmək lazımdır ki, Axios nəşri bir neçə gün bundan öncə yazmışdı ki, ilkin olaraq məhz Birləşmiş Ştatlar Ukraynaya bu təklifi verib, yəni NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklifini verib Ukraynaya və hazırda bu istiqamətdə danışıqlar gedir. Ukrayna prezidentinin Avropaya səfəri təkcə Almaniya ilə yekunlaşmayacaq bu həftə ərzində. Vladimir Zelenskinin bildirdiyinə görə həftənin cümə günü, dekabrın 19-da onu Polşada, Varşavada gözləyirlər və Zelenski hesab eləyir ki, hazırda Polşada bu müharibədə ümumiyyətlə çox vacib rol oynayır Ukraynaya dəstək çərçivəsində. Bu səbəbdən Ukrayna tərəfi rəsmi Kiyev, rəsmi Varşava ilə münasibətləri daha da artırmaq, daha da genişləndirmək istəyir. Hətta müharibənin ilk günlərindən biz hər mənada, yəni xüsusilə siyasi və mənəvi dəstək, həmçinin bir çox Ukraynalı miqrantı da Polşa özü qəbul elədi, öz ölkəsində yüksək səviyyədə onları yerləşdirdi. Hətta bir çox insanlar var idi, qruplar var idi ki, könüllü olaraq bu işə qoşulmuşdular. Hətta o məşhur bir film var, yəni ki, bir çoxunuz izləmişsiniz, Şindlerin siyasi filmi. Həmin orada qırmızı, belə deyək, paltolu xanım qız artıq böyüyüb, həmin o aktrisa və adını unutdum, o özü də orada könüllü olaraq Ukraynalı miqrantlarla işləyirdi və bu bir çox xəbər saytlarında da xəbərə çevirmişdi. Yəni, Polşa ilk günlərdən sənin də qeyd elədiyin kimi Ukrayna məsələsində Ukraynanın tərəfindən çox aktiv şəkildə iştirak edir. Bəli, biz Rusiya-Ukrayna müharibəsindən vaxtaşırı... Siyasi və mənəvi baxımından təbii ki. Təbii ki. Biz vaxtaşırı Rusiya-Ukrayna müharibəsindən danışırıq, bəzi müharibə ocaqlarından, qaynar nöqtələrdən danışırıq, amma təəssüflər olsun ki, dünyada ümumiyyətlə Rusiya-Ukrayna müharibəsi yeganə müharibə deyil. Son günlər Tayland və Kamboca arasında da yenidən vəziyyət gərginləşib sahil boyu ərazidə, onların sərhədində. Baxmayaraq ki, bir neçə həftə bundan öncə Donald Trump tərəflər arasında sülhün əldə olunduğunu bəyan etmişdi. Hətta razılığa gəlmişdilər, bununla bağlı bəzi sazişlər imzalandı. Amma atəşkəsə baxmayaraq, bu sülh danışıqlarına baxmayaraq yenidən vəziyyət gərginləşdi. Hətta Tayland, Kamboca ilə toqquşmalara görə hazırda komendant saatı tətbiq eləyib sahil boyu ərazidə. Və bu proseslər fonunda Donald Trump təbii ki, bu proseslərdən xəbər tutub, yenidən əsəbləşib və hər iki tərəfi yeni tariflərlə hədələyib, ticarət müqavilələrinin ləğvi ilə hədələyib. Həm Taylanda, həm Kamboca. Həm Taylanda, həm Kamboca. Ümumiyyətlə, Donald Trump hesab eləyir ki, tariflərlə bağlı xarici siyasət kursu hazırda Birləşmiş Ştatların ümumiyyətlə təsir vasitəsi kimi istifadə edə bildiyi ən güclü silahlardan biridir və bunu aktiv şəkildə istifadə edir. Biz görürük, ümumiyyətlə, Donald Trump ikinci dəfə hakimiyyətə gəldikdən sonra çox məşhur idi ticarət tarifləri məsələsi ilə bağlı. Məhz bu prosesdə də yenidən hədələyib istər Taylandı, istər Kambocanı ki, artıq hər ikiniz dayanmalısınız, bütün gərginlik artıq geridə qalmalıdır deyib. Donald Trump eyni zamanda Birləşmiş Ştatlarda gələn ilin payızında keçiriləcək aralıq seçkilərinə də toxunub. Ümumiyyətlə, Birləşmiş Ştatlar prezidenti hesab edir ki, kifayət qədər gərgin və çətin keçəcək bu proses. Bu da əbəs yerə deyil, çünki Amerika nəşrləri, xüsusilə The Wall Street Journal
yazır ki, adətən hakimiyyətdə olan partiya aralıq seçkilərində məğlub olur. Bəs indi görək, gələn ilin noyabrında keçiriləcək aralıq seçkilərində vəziyyət necə olacaq? Mən qeyd eləmək istəyirəm ki, hazırda Konqresin həm nümayəndələr palatasının, həm Senatın deməli, hər iki palatasına respublikaçılar nəzarət eləyir və aralıq seçkilərində nümayəndələr palatasının bütün üzvləri, söhbət 435 nəfərdən gedir və Senatın 1/3, 33 senator yenidən seçiləcək. Bu saatlıq isə məndən hələlik bu qədər. Təşəkkür edirik. Növbəti efirimizdə də biz maraqlı xəbərləri çatdıracağıq. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz. Növbəti buraxılışda görüşənədək.